Bir mövzuda fikrimi sizdən bölüşmək istəyirəm. Mövzu nədən ibarətdir? Bugün bax bu qaranlığı görürük də, hamımız görürük qaranlıqdır. Bu qaranlığı aydınlatmağın bir yolu var, o da işıqdır. Ki ora işıq salırsa, ora işıqlar. İnsan dünyasının, insan düşüncələrində aydınlığı elmdir, bilikdir, savaddır. İndi qismətdir, oxudum, nəsə mən də biraz fərqində ola bildimsə və yenə deyirəm, hər kəs bugün düşündüyümüz bu biz anlayışı çərçivəsində mən də övladlarım üçün nəsə qoyub getmək istəyirəm və düşünürəm ki, mən övladlarım üçün maddi bir şey yox, daha işıqlı bir gələcək qoysam daha yaxşıdır. O maddiyyatı özü də əldə edə bilər. Həmçinin artıq burada məndən çıxıb biz kimi davranmaq istəyirəm və bildiklərimi də paylaşıram ki, elə qoy mənim uşaqlarımla bir də övladlarımız işıqlı bir gələcək görsün. Və mən düşünürəm ki, bunu bir az düşünən hər kəs istəyir. Heç kim burada, heç bir valideyn istəməz ki, yenə bir müharibə olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı. Yəni bunu heç kim istəməz, heç kim. Bunun üçün nə etmək lazımdır? Bu ağıllı olmaq lazımdır, savadlı olmaq lazımdır, ayıq olmaq lazımdır, düşünmək lazımdır, fikirləşmək lazımdır. Belə deyək, bu günkü dünyanın nəbzini tutmaq lazımdır. Bu nəbzdə hamısı elmlənməkdən keçir, düşünməkdən keçir, öyrənməkdən keçir. Buna da bizi aparan yol elmdir. İndi burada məsələ odur ki, bizim ölkəmizin yerləşdiyi coğrafiya, İslam dini nüfuzlu ölkələrin ciddi baskısı və din yaxşı bizə nə verir? Din bizə inan məsələsidir, bu fərdi məsələdir, bu şəxsi məsələdir. Yəni dinin ən cəmiyyətə olan təsirləri var, yaxşı tərəfləri var, amma ki onunla bərabər belə götürəndə bir də finalı nədir? Finalı burası sınaqdır, gələcəm cənnətə. Mən atayam, mən namaz qılıram, ibadət edirəm, belə deyək də, bu şəriətlə yaşayıram. Öz canımı götürdüm, qaçdım, getdim cənnətə. Uşaqlarımı da elədim bədbəxt. Uşaqlarım bəlkə heç namaz qılmadılar. Elmdən də araladım onları, elm dalca da getməyə qoymadım. Yəni bu özüm üçün eləməkdir. İndi orada getdim cənnətə, getmədim. Yəni sən elə də bunu, sən get. Amma bu dünənləri bununla bağlı bir nəfər dünya görmüş insanla bu mövzuda söhbət eləyirik. O deyir ki, çox gözəl bir fikirdir. Deyir ki, siz dindən daim, tarix boyu dindən yararlanan, faydalanan, mənfəət götürən güclər olub. O güclərə bu sərf eləyir. Yəni sərf eləyir, yaşayır. Adam var ki, neyinir bu günləri? Yəni ged ona denən adamın firavandır, yaşayır, bomba kimi, pulu, imkanı, hər şəraiti var. Ona aydınlanma danış, deyəcək ki, hoppan burada. Nə aydınlanma? Neyinir o bilicini? Neyinir o? Nəyinə lazım? Bir dəfə yaşamalı həyatdır da, yaşayır, şəraiti, bomba kimi, pulu, imkanı və salam. Adam bunu qərarlaşdırıb. Heç də bilmək istəmir. Nə var, nə yox, o qaranlıqdan nə işi var onun. Və bu kimi insanlar qoymaz axı ki, öz rahat şəraitin, rahat dolanışığın və bu sistemin çökməyini qoymaz axı. Qoruyur onu. Qoruyur çünki ondan bəhrələnir. Bəhrələnir ondan. Din ömür boyu buna xidmət eləyib. Tarix boyu dinlə yararlanıblar. Ona görə də şirdiblər, böyüdüblər, qorxudublar. Mən sizə deyirəm ki, səni aldadan, bax bugün məsələn nə qədər pirlər var. Sənin inanla getdiyin hər yer ola bilirsin ki, sənə nicat verir. Çünki sən inanırsan. İnanaraq getdiyin üçün olur. Onu ora bağlıysan. Sən özünə dön. Öz inanlı, duyğularını, yəni bax orada gəlirəm yenə bax. Məhəmməd Peyğəmbərin sözünə bax. Orada nə deyir? Bax, la iləhə. Burada ki, bu cümlə, bu elə şey deyil, bax. Deyir ki, la ilah, inkar edir, bax, yoxdur Allah. Sonra deyir, la ilahə illallah, Allah'tan başqa.
Yəni ki, yoxdur Allah. Bütün Tanrı bildiyin, Allah bildiyin, bütləşdirdiyin hər şeyi vurub dağıdacaqsan, inkar eləyəcəksən. Ondan sonra həqiqi Allahı dərk eləyəsən. Onun da yolu çerez harasa deyil. Ha buradan, giysən içindən, qalxırsan qüdrətə. Yəni sən anlamalısan ki, inandığın şey oldu. İnama dönürsən. İnamdansa həqiqətə yüksəlsən. Bugün cəmiyyətimiz, ölkəmiz doğrudan da çox pis gündədir. Həqiqətən gəncliyimiz elmi tərəfdən, təhsil tərəf, yəni hər şeyə şübhə qoyur. Mən baxıram da, bax yazılan, bax yenə deyirəm, mən də bax mən qədər heç Allah sözünü işlədən yoxdur və yaxud bu şeyləri başa düşürəm. Amma mən deyirəm ki, məsələn bu yarpaq necə yaranır? Bu niyə yaşıl olur? Bunu bilmək istəyirəm də. Bunu bilmək istəyirəm. Mənə beynim bilirsiniz birinci nədir? Beyin öz yaddaşında nə varsa, informasiya, nə öyrədiblərsə, birinci ağlıma gəlir ki, Allah yaradı. Bir kəlmə deyirəm ki, əlhəmdülillah, subhanallah, şükürallah, Tanrı. Sənin nə iş var? Çünki beyin özünü yormaq istəmir, enerji itirmək istəmir. O enerji israf eləmək istəmir. Sən ona deyirsən ki, bildim də, başa düşdüm, sən öyrədilmiş də informasiyadır, yükləyiblər ora. Nə olsun? Allah yaradıb, şükürlər olsun, nə olsun? Yaradıb. Mən bilmək istəyirəm də. Axı mənə Allah ruhundan üfürür. Mən özdə bənzər yaradım. Nəsə qüdrət sahibiyəm də mən görüm, mən də yarpaq yarada bilirəm, yoxsa yox. Bu cəsarət sahibləri kəşf eləyir, elmə imza atır. Bəli, mən keçən də danışdım, sonra dedim ki, nəticədə məlum oldu ki, karp balığını Allah yaratmıyor. Laboratoriya şəraitində yaradılır. Sovet dövründə bir çox hibrid canlılar yaradıblar, həmçinin bu su meliorasiyada, bu kanalların, lilli suları təmizləmə niyyətli bir karp balığı laboratoriya yaradır. Yəni, cəsarət eləyənlər, elm, inandım, yaradıb, şükür elə, bunlar başqa. Amma bizi qaranlıq çağa aparan dinlər, sən atasan, nə bilim, valideynsən, qonşusan, dostsan, tutub bu cəmaatın balasını dartıb qaranlığa aparma. Sən gedəndə heç kimi aparmayasan. O cəmaatın balası getsin, oxusun. İnkişaf eləmiş dövlətlərə bax. Da göstər də mənə. Bir dənə get bir dənə hibrid Ərəbistan maşını gətir də mənə. Yoxdur axı. Kimin maşından sürülür? Yaponun, Kitayın, nə bilim, bəyənmədiyin, lənətlədiyin, məsciddən çıxıb oturub sürüb getdiyin kimlərin maşınıdır? Qoy oxuyaq da, qoy oxusun, uşaqlar elmlənsin də. Biz yenə də gedəcəkdik, gedəndə biz burada nə var ki? Elmlə, zəka ilə, oxumaqla, savadla, təhsillə və bu nüansı da unutmuyor. Din daima iki şeyə xidmət edir. Bir, idarəçilik, bir də bəhrələnən güclər var. Dindən bəhrələnən, maddi, bax, maddi gəlir mənbəyi olub din. Bu mövzuda danışmaqla qurtarmaz. Sənin həqiqətə isə gedən yolun sənin öz içindədir. Bununla bağlı ayrı video çəkəcəm. Sən həqiqəti sənə öyrədilənlərdə tapma. Təkrar elədiyin sözlərdə deyil o. Sən həqiqəti heç bir şey olmayan yerdə tap. Ki orada sən də var idin, yaradan da var idi. Sən yaradan bir gücdən gedir də söhbət, düzdürmü? Bax, o heç bir şey sənə öyrədilməyən, hərfin, sözün, rəqəbin olmadığı bir yerdə də o var. Bax, onu tap, onu dərk elə. Və sən onda öz gücünü dərk eləyəsən. Bəli, çünki o sənlə doğulub, o səndə bir izi var. Səndə də o. O isə elmlə, oxumaqla işıqlanacaq, aydınlanacaq. Belə risk, belə filfilo elədin, yıxıldın, durdun, başın harasa dəydi, yox. Öyrənəcəksən, araşdırarsan bütün elmləri, fizikanı, kimyanı, onu, bunu oxumaq, işıqlı, çox. Azərbaycan cəhalət içində boğulur. İrəliləmək, aydınlanmaq lazımdır. Doğrular.